بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للتقوى والیقین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. يا أيها الذين آمنوا آمنوا بالله ورسوله والکتاب الذی نزل علی رسوله. Ötən məclislərimizdə bu ayənin barəsində ərz oldu ki, Allah möminlərə xitab edir və buyurur, Allaha və Peyğəmbərə iman gətirin. Vəl kitab-ləzi nəzzələ alə rəsulih. Və bir də o kitabi ki, Allah öz Peyğəmbərinə nazil edib, ona iman gətirin. O kitabın ən məşhur adı Qurandır və başqa adları da qabaqki məclislərimizdə deyilib. Müxtəlif bəhslər Quranın barəsində danışmışıq və indi gəlib çatmışıq bura ki, Quran İslam Peyğəmbərinin əbədi möcüzəsidir və bu möcüzənin o birisi möcüzələrlə və o birisi Peyğəmbərlərin möcüzələri ilə əsas fərqi budur ki, bu möcüzə bütün dünyaya və naməhdud zamanda, məhdud yox, əbədi bir möcüzədir və ehtiyacı da yoxdur ki, möcüzəni gətirən özü bu möcüzənin yanında olsun. O birisi möcüzələr belə deyil. Amma bu möcüzədə möcüzəni gətirən Peyğəmbər özü Quranın yanında olmasa, Quran özü öz möcüzəlicində var və təhəddi eləyir. Təhəddi nədir? Təhəddi budur ki, bütün dünyanı çağırır, deyir, siz məni qəbul edin, iman gətirin, əgər iman gətirmirsiniz, mənə inanmırsınız, əgər düz deyirsiniz, siz mən kimin möcüzə gedin, siz də gətirin. Hər vaxt siz mən kimin möcüzə gətirdiniz, onda siz məni batil bilin. O birisi möcüzələr də belədir. Həzrəti Musanın əsası da belədir. Əsanı atdı, əjdaha oldu,
Dedi, inanmırsınız, sizdə atın əjdaha olsun. Taxtadır da ağacı. Atın, qoyun əjdaha olsun. Əgər düz deyirsiniz, buna təhəddi deyərlər. Quran bu təhəddini eləyəndən sonra, cəmaatla bu cür danışandan sonra, onlar ki iman gətirmirdilər, onlar ki onlara sərf eləmirdi, dünyalarına sərf eləmirdi, onların hiss eləyirdilər ki, əgər İslam yayılsa, bunların şəxsi ziyanlarına olacaq, bunlar düzdür başa düşmədən belə fikirləşirdilər. Lakin fikirləşdilər ki, indiki Quran deyir, mənim kimin bir kitab gətir söz, mən batil, hətta bir surətin min misli, bir surədə mən kimin gətir söz, onda siz deyən düzdür. Getdilər, oturdular, fikirləşdilər. Bu barədə ötən həftə Müseyləmənin barəsində söhbət oldu. Birinci adam Müseyləmə idi ki, o barədə mən dedim ki, o neçə dənə getdi, fikirləşdi, ibarə yazdı, gətirdi, tayin ki, Quranla müqabilə eləsin, desin ki, mən də gətirdim. Amma özü öz yazdıqlarından utanırdı, xəcalət çəkirdi. Quranın ayələrin İslam Peyğəmbəri oxuyanda, Kəbənin yanında asılan şeirlər, ədəbi cümlələr, belə-belə yazılar, yazanların hamısı utanıb, gəlib götürürdülər öz yazdıqların. Xüsusilə Müseyləmə kimin adamlar ki, istəyirdilər Quranın təhəddisinə cavab versinlər, onlar da gedirdilər, bir sözlər düzəldib gətirirdilər, sonra görürdülər, yox, alınmadı. Nə bunun ədəbiyyat cəhətindən düzdür, nə məna cəhətindən düzdür, nə hikmət cəhətindən düzdür, nə bunun sözünün əbədiyyəti var, nə bunun sözünün məfhumi, mənası, fəlsəfəsi, hikməti, səbəbi, sübutu var. Bu cəhətlərin hamısından özləri xəcalət olurdular. O bir insan idi, Peyğəmbərin öz vaxtında o bu işləri gördü. Peyğəmbərdən sonraki devrilərdə də çalışıblar ki, belə olsun. 2 dənə də mən bugünkü məclisimizdə misal deyirəm ki, tarixdə alimlər yığışıblar ki, Quranın bu nidasına cavab versinlər. Nida eləyir. Deyir, siz düz deyirsiniz, gedin gətirin bir surə. Mən kimin? Ta məni batil eləyin. Bu nidalərə cavab 1913-cü ildə, neçə il olur? 90. Misridə bir risalə çap oldu. Bir kitab düzəltdilər, bir məqalə yazdılar. Misrin özləri dilləri ərəb idi, ədəbiyyatçı idilər, alim idilər. Oturdular, bir yazı düzəltsinlər ki, Quranın bu nidasına cavab versinlər. Düzdür, yazanın adın rəsmən elan eləyə bilmədilər. Çünki bilirdilər ki, elan olsa onun adı, hamı ondan istəyəcək otursun, danışsın. Bunu cürət, cəsarət eləyə bilmədilər. Öz işlərin bilirdilər ki, dünyanın qabağında, dünya alimlərinin qabağında, xüsusilə İslam dünyasının alimlərinin qarşısında bunlar dura bilməyəcəklər. Cürət eləyə bilmədilər, cəsarət eləyə bilmədilər, yazanın adın desinlər, elan eləsinlər. Amma kitab İngiltərədə və yaxud
Amerikada çap oldu bu məqalə. Özləri də tez ələyağın yığışdırdılar. Sonra gördülər ki, yox, bu alınmayacaq. Bu kitabda 2 surəyə cavab veriblər. Biri Həmd surəsidir, biri də Kəvsər surəsi. Gediblər, oturublar, fikirləşiblər, tayin ki, bu 2 dənə surəyə cavab gətirsinlər. Mən Həmd surəsinin barəsində İnşallah gələn məclislərimizdə münasibət qabağa gələcək, o münasibətlərlə mən o barədə söhbət eləyəcəyəm. Həmdin fəziləti, həmdin şərafəti, həmdin məzmunlu olmağı, həmdin Həmd surəsi elə bil ki, Quranın mündərəcatıdır. Həzrət buyurdu, əgər bir dənə ölüyə 7 dəfə Həmd surəsini oxusuz, gördüz, dirildi, təəccüb eləməyin. Həmd surəsinin o qədr fəziləti var. Odur ki, namazların hamısında Həmd surəsi vacibdir. Həzrət buyurdu, heç bir namaz yoxdur ki, o namazda həmd olmasın. Bir dənə meyit namazıdır, o da namaz deyir, dua diyor. Onun rükusu, səcdəsi yox, o duadır. Meyyitə yığışırlar, dua eləyirlər, adın namaz qoyublar. Hətta müstəhəbbi namazlar, vacibi namazların hamısında Həmd surəsi vacibdir, oxunsun. Həmd surəsinin şərafəti, fəziləti, hətta xəstələrin barəsində buyurur, bir dənə xəstəyə 7 dəfə həmd oxudun, əgər şəfa tapmadı, 70 dəfə oxuyur, axır şəfa tapacaq. Həmd surəsinin xasiyyəti var, məzmunu var, mənası var. Həmd surəsində Allahın kəlamı var ki, böyük alimlər onu məna eləyəndə çox uzun müddətə onun bismillasından çıxırlar. Tək həmdin mənasında neçə cələsələr, məclislər o barədə elmi söhbətlər yenə də axır bir yerə çıxmır. Bunlar getdilər, oturdular, yazdılar. Bismillahdan sonra belə düzəltmişdilər. Yazmışdılar ki, Elhamdü lirrahman, Rabbil əkvan, El-Məlikid Dəyyan, Ləkəl ibadə və bikəl müstəan, İhdinəs sirətəl iman. Bunlar elə bilirlər ki, şeir kimin, əgər bir şey düzəldələr, onun qafiyəsi düzgələ, onun səc'i düzgələ, bunlar Quranın qarşısında söz düzəldib gətiriblər. Yox, belədir. Elhamdülillahi Rabbil aləmin. Orada lillahın mənası var. Rabbil aləminin mənası var. Aləmlərin ikisinin də mənası var. Ər-Rəhmanir-Rəhimin mənası dərindir, genişdir. Bu cürdür ki, sən gedəsən Rəbbül əkvan gətirəsən. Əkvan hadisədir. Aləm qeyri odur ki, sən ondan iradə eləyirsən, təsəvvür eləyirsən. Əl-Məlikid Dəyyan, Maliki Yevmiddinin qarşısında gətiribsən. Yox, Maliki Yevmiddin, yəni ki, deyir Allah qiyamət gününün maliki Allahdır. Dəyyan əcr mənasınadır, əcr vermək mənasınadır, qələbə çalanın mənasınadır. O başqa söhbətdir. Qiyamətin gününün əzəmətində bu qədər bəsdir ki, Allah o günü gətirir, salır Həmd surəsinə və buyurur ki, Allahın əzəməti odur ki, qiyamət gününün maliki özüdür. Qiyamət bilmirsən ki, nə gündür? Qiyamət günü bilmirsən ki, necə bir gündür? Məhşər günü bir gündür düşər, təngə xəlaiq. Gün isti salar, atəşi suzan əvəzində. Yəqub çıxardar balası Yusufi yaddan,
Kur oldu o ki alemi hicran əvəzində. O Yaqub ki Yusufu itirəndən sonra o qədər ağladı, gözləri kör oldu, qiyamətin günündə da Yusuf yada düşməyəcək. Və la tənfəu, Quran buyurur, qiyamət günü bir gündür ki, qiyamətin günündə nə mal fayda verəcək, nə evlad fayda verəcək, nə evlad insanın dərdinə dəyəcək. Bütün insanların hamısı özləri öz haylarında olacaqlar. Qiyamətin günü bir gündür, uşaqlar qiyamətin qorxusundan qocalacaqlar. Qiyamətin günü bir gündür ki, göy zəlzələ eləyir, yer zəlzələ eləyir, günəş, ay, dənizlər, meşələr, kürələr, hamısı sistem pozulur. Qiyamət başqa bir şeydir və Allah qiyamətin hakimidir, qiyamətin malikidir. Dəyyan söhbətidir, maliki yevmiddin, ləkəl ibadə və bikəl müstəan. Bir də ki, bunlar gedib gətirirlər, çalışırlar o mənalərdə gətirələr. Çünki ondan başqa mətləb yoxdur onun əlində, məna yoxdur əlində. O birisi surə, mən də bu surələri oxumuram. Nə onların uzun söhbətləri var ki, həmdin qabağında onu qoyasan, bunu da məna eləyəsən, onu da məna eləyəsən. Bunun zəiflicində o qədər bəsdir ki, bunun yazanın adını cürət eləyib deyə bilmədilər. Özləri də sonra əl-ayağını yığışdırdılar. Gördülər ki, heç bu girməli bir koldur. Heç bu barədə yaxşısı budur danışmayasan. İnna a'teynâkel kevser fesalli li rabbike venher inne şâni'eke huvel ebter. Peyğəmbər Allah sənə Kevser mərhəmət elədi. Kevserin iki mənası var. Ya qiyamətdə Kevser İnşallah möminlərə nəsib olacaq və Peyğəmbər buyurdu o Kevserin başında Əli dayanacaq və hər kəsi o təsdiq elədi Kevser suyu ona nəsib olacaq. Bir mənası da xanım Fatimə-i Zəhradır. Allah ona Kevser nəsib elədi və onun vasitəsilə imaməti mərhəmət elədi. Və onun nəslində İmam-ı Zaman ağa büyün hakimdir. İnna a'teynâkel kevser fesalli li rabbike venher. Peyğəmbər, şükr eləmirsən? Niyə eləmirəm? Nə eləyim? İki iş gör. Biri budur ki, qurban kəs, şükr elə, şükrün bir mənası. İkincisi də əsas mənası, fəsəlli, namaz qıl. Namaz Allahın şükrüdür. Əgər istəyirsən Allahın nemətlərinin qarşısında sən şükr eləyəsən, fəsəlli, namaz qıl, li rabbikə. Ondan sonra vənhər, ondan qurban kəs. İnnə şâni'əkə huvel əbtər. Əgər sənə əbtər deyirlər, əgər sənə sonsuz deyirlər, əgər sənə deyirlər Peyğəmbərin davam edəni olmayacaq, sənin düşmanların əbtərdir. Onlar bilmir ki, sənə Zəhra vermişəm, yəni nə mənə vermişəm. Onlar onu bilmirlər ki, anlamırlar ki onlar. Onun qarşısında yazır, İnna a'teynâkel cevahir fesalli li rabbike ve cahir ve la ta'temid qavle sahir. Mən heç bu bəhsə girmirəm. Heç bunun o qədər qiyməti yoxdur ki, 5 dəqiqədə olsun vaxtımızı tutub bunu məna eləyək. Çünki bu başqa sözdür, o başqa sözdür. Allah nə danışır, bu nə mənə danışır? Deyir, mən deyirəm, fədəm demə,
Bu da deyir, damdan dama. Farslar deyir, mən az bəhr Hüseyn der iztirabəm. Tu az Abbas migui cavabəm. Mən nə danışıram, sən nə danışırsan. Ona görə də, bax, belənçi bir işi gördülər, ondan sonra da yığışdırdılar ələyağın. Bizim alimlər də bu barədə öz fikirlərini yazıblar və bunun barəsində çox söz yazıblar və çox söhbətlər eləyiblər. Ayətullah Məkarim bu barədə müstəqillən bir cilid kitab yazıb, çox qalın bir cilid kitab yazıb və o kitabda bu məsələni çox geniş və dərin onlara cavab verib və hətta özü də bir surə düzəldi bu. Həmdin qarşısında Ağay Məkarim deyir, əgər istəyirsən düzəldəsən, əqəllən belə düzəld ki, qoy mənası olsun, özü də bir surə zərəfat üçün düzəldir, onlara cavab verir. Bir də İmam-ı Sadiq əleyhissalamın devrində olan bir hadisəni mən əgər danışsam, burada yerinə düşər. Və o budur ki, İmam-ı Sadiq əleyhissalamın devrində alimlər Həzrətin dərsinə gəlirdilər. Onun sinifində oturub, iştirak eləyib və istifadə eləyirdilər. Bir iddə də onlar maddi bir insanlar idilər, Allahı qəbul etmirdilər və onların da başında İbn-i Əbil-Ovcad da dururdu, dayanırdı. İbn-i Əbil-Ovca İmam Sadiq əleyhissalamla hərdəm gəlirdi, otururdular, danışırdılar və Həzrət ona cavab verirdi. Odur ki, o da çox gəlmirdi. Xüsusilə adam içində Həzrətlə danışmırdı, bəhs eləmirdi. Çünki görürdü ki, cavab verə bilmərəm, cəmaatın içində mən üçün yaxşı olmaz. 3 nəfər də özü kimin bir adam tapdılar. Bunlar ədəbiyyatçı idilər, alim idilər, yazıcı idilər, əhli qələm idilər. Oturdular, fikirləşdilər. Dedilər, 1 il vaxt qoyaq, 1 ildən sonra gedək, hamımız oturaq, bir şey yazaq gətirək. Quranın qarşısında biz də bir kitab düzəldək. Quran ki bizə deyir, qul لَاِنْ اِجْتَمَعْتِ الْاِنْسُ وَالْجِنِّ أَلَا أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ. Bunlar gətirə bilməyəcəklər. Bu Quranın təhaddisidir. Quranın iddiası budur. Bunlar gətirə bilməyəcək. İnsanlar, cinnilər əgər bir-birlərinə əl-ələ verib kömək eləsələr, yenə də gedib gətirə bilməyəcəklər. Bunlar dedi, bu nə məsələdir ki, biz bunu eləyə bilməyək? Gəlin, hərəmiz gedək, 4-dən 1-in düzəldək, gətirək bir kitab, qoşaq, düzəldək, aparaq İmam Sadiqin yanına, deyək biz Quranın qarşısında, Quranın nidasına cavab yazmışıq. Getdilər, 1 ildən sonra gəldilər, oturdular. Deyəsən, Məkkədə, Məscidül Haramda vədələşmişdilər. Orada görüşələr, hərə yazdığın oxuya. İndi gəliblər 1 ildən sonra, hamısı gedib məşğul olublar, gəlib oturublar, nə var nə yoxdan sonra hərə öz yazdığın istəyir, danışsın və oxusun. Biri dedi ki, siz sözün düzün əgər istəyirsiniz, mən heç zat yazmadım. Dedilər, nə üçün yazmadın? Dedi, ona görə ki, mən Quranı oxuyanda Hud surəsində 44-cü ayəyə ki çatdım. Ya ərzublə'i ma'ək və ya səma'u əqli'i və ğizəl ma' və quziyəl əmr. Bu ayəni ki mən gördüm, bu ayənin o qədər fəsahəti var, o qədər bəlağəti var, o qədər gözəldir, o qədər bunun məzmunu çoxdur. Mən ayədən utandım ki, bu ayənin qabağında mən də qələm ələ alam, kağız qoyam qabağıma, söz yazam. Ayədən utandım, heç zat yazmadım.
Biri belə dedi. İkincisinə dedi ki, yaxşı, sən nə yazıbsan? Dedim, mən də açdım Qur'anı, oxudum. Yusuf surəsinin 80-cı ayəsində fələmməstəyəsu minhu xələsu nəciyya. Mən də Qur'anı açdım. Həzrəti Yusuf'un barəsində olan məsələni ki, Qur'an bizə bəyan edir, Yusuf'un qardaşlarının məsələsidir. Bu ayəyə ki, çatdım, bu ayənin gözəlliyindən, məzmunundan, dərinliyindən, fəsahət bəlağətindən utandım, mən də hissat yazmadım. Gördüm ki, bunun qarşısında mən hər nə yazsam düzəlməyəcək, olmayacaq. Söz bura çatanda ki, ikincisi danışdı, onda gördülər İmam Sadiq əleyhissalam uzaqdan gəlir. Bunlar dayandılar. Bunlar da sözlərin heç kimə deməyiblər. Heç kim bilmir ki, burada bunlar nəyə oturublar, nədən danışırlar. Gördülər ki, Həzrət gəlir, dayandılar. Dedilər, qoy o gəlsin, keçsin, ehtiram eləyirdilər. Bir böyük kimin, bir alim kimin, bir ustad kimin, onların hamısının ustadı idi o. Ona görə Həzrət gəldi oradan keçəndə, bunlar ehtiram elədilər, salam verdilər, Həzrət dayandı. Salamın cavabından sonra Həzrət bu ayəni onlara oxudu. Qul, لَاِنْ اِجْتَمَعَتِ الْاِنْسُ وَالْجِنُّ أَلَا أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ. Əgər insanlar və cinnilər yığışalar bir yerə, istəyələr bu Quran kimi bir kitab gətirələr, onlar eləyə bilməyəcəklər. Həzrət bunu dedi, keçdi, onlar dedilər ki, möcüzəni gördülər. Gördülər ki, Həzrət onlara çox gözəl cavab verdi, day qalanın gətirmədilər, day danışmadılar. Bunlar, İslamı bunlar tanıyırdılar. Peyğəmbər əgər dünyadan gedəndə dedi, mən sizə Qur'anı, Əhl-i Beyti tapşırıram, çünki Qur'an samitdir, Qur'an danışmır ki. Amma Əhl-i Beyt natiqdir. O Qur'anın təfsiri Əhl-i Beytin sinəsindədir. Ona görə də Həzrət Əhl-i Beyti tapşırdı. Dedi, bu Qur'anı əgər Əhl-i Beytidən ayırsınız, onun siz mənasını başa düşməyəcəksiniz. Onun mənasını bilən ancaq bunlardı. Bunlar bilirdilər. İmam-ı Baqir əleyhissalam oturmuşdu bir iddia ilə, danışırdı, söhbət eləyirdi. Onlar sual verirdilər, Həzrət onlara cavab verirdi. Oturmuşdular, qulaq asırdılar. Həzrət söhbətlərinin əvvəlində bir cümlə buyurdu. Buyurdu ki, möminlər, dostlar, qardaşlar, mən hər nə mənə sizə danışıram, hər söz danışıram sizə, sizin ixtiyarınız var. Durasınız, mənə sual verəsiniz. Və bu sualı verəsiniz ki, deyəsiniz ki, bu sözü Qur'anın harasından deyirsən. Çünki hər nə mənə mən desəm, onun kökü Qur'andadır. Mən Qur'andan qıraqda bir söz demirəm. Hər nə desəm, onun kökü Qur'andadır. Həzrət bu sözü buyurdu, ondan sonra başladı bunlara mövizə, nəsihət, söhbət, hikmətli kəlamlar buyurdu. Sözün şirin yerində Peyğəmbərdən bir hədis gətirdi. Buyurdu ki, Peyğəmbər eşitmişəm buyurub ki, hər vaxt danışanda, siz söhbət eləyəndə, bir də ki, mal xərcləyəndə, bir də ki, sual soruşanda, bu üç dənə məsələdə siz dəqiq olun. Həm danışanda dəqiq olun, sözünüzdə dəqiq olun, həm siz mal xərcləyəndə, pul xərcləyəndə dəqiq olun, həm də sual soruşanda, sual verəndə dəqiq olun ki, bu sualı çalışın ki, çox danışmayın, hər sözü soruşmayın, hər sözün barəsində ağız açmayın. Bunları İmam-ı Baqir əleyhissalam danışır, Peyğəmbərdən də bu hədisi nəql eləyir. Bir nəfər durdu ayağa,
dedi ki, yəbnə Rəsulillah, özün buyurdun, mən hər nə desəm onun kökü Qurandadır. Bu sözləri ki bizə deyirsən, bunların kökü Quranda, hayandadır. Həzrət başladı, ayələri oxudu. Buyurdu, birinci sözün ayəsi budur. La xeyrə fi kəsirin min nəcvahum illa mən əmərə bi sədəqətin o ma'rufin. Hər vaxt siz istəyirsiniz, danışasınız, nəcva eləyəsiniz, nəcva yavaşca danışmaqdır. O ki adam danışara yavaşca, pıç-pıç eləyər. Ona nəcva deyərlər. Ağzı gətirirsin, birinin qulağına yavaşca bir söz deyirsən, cəmaatda baxır, ona nəcva deyərlər. Nəcva İslamda haramdır. Nəcva İslamda düzdür. Çünki cəmaatın içində ya uca danış, ya danışma. 5 nəfər oturub orada, sən də belə danışırsan, o təsəvvür eləyər ki, sən onun barəsində bir söz danışırsan. Ona görə də hədislərdə də var ki, nəcva şeytanın əməllərindəndir. Quranda da belə söhbət var və Quran da bunu nəhy eləyib bizdə. Həzrət buyurdu ki, bax, bu ayə onun köküdür. İlla mən əmərə bis sədəqətin o ma'rufin. İlla inki yaxşı və sədəqə məsələsində sən bu işi görəsən. Və la tu'tus sufəhə əmvaləkum əlləti cəaləllahu ləkum qiyama. Mallarınızı ağıllı adamlara verin. Mənim o sözümün kökü bu ayədi Quranda var. Və la təsəlu ən əşya in tubdələkum təsukum. Hər şeydən soruşmayın. Çünki bəzi şeyin əsası, mənası sizə aydın olsa, sizi narahat eləyər. Bax, mənim o sözümün kökü Quranın bu ayəsidir. Əli əleyhissalam danışanda hər kəs durub sual verirdi. Həzrət özü də buyururdu. Həzrət buyurdu ki, hər ayə nazil olur. Mən bilirəm ki, o ayə harda nazil olub, kimin barəsində nazil olub. Çünki bunlar Quranı tanıyırdılar. Bunlar Quranşinas idilər. Ona görə də Peyğəmbər buyurur, Quranı bunlardan ayırmayın. Və bunlar oxuyanda Quranı, həm Peyğəmbər özü, həm Əhl-i Beyt Quranı oxuyanda cəmaatda təsir qoyurdu, cəmaatda iman yaradırdı, cəmaatın ürəyində təsir qoyurdu, çevirirdi insanı. İnsanın fikrin, ruhun düzəldirdi, hidayət elirdi Quran. Abdullah ibn Rəvahə sahabədəndir, Peyğəmbərin sahabələrindən biridir, çox möhtərəm sahabələrin biridir. Mutə müharibəsində, Mutə çölündə Allah ona şəhadət nəsib elədi. Şəhid oldu, dünyadan getdi. Peyğəmbər Abdullah ibn Rəvahəni göndərdi, səfərbər eləyir müharibəyə. Bu da neçə nəfər ilə hazırlaşdılar, istirlər yola düşələr, o birisi sahabələr ilə görüşürdülər, vidalaşırdılar. Bunu ağlamaq tutdu. Bu ağlayanda ondan sonra özü danışdı. Dedilər, niyə belə ağlayırsan? Dedi, valla siz təsəvvür eləməyin ki, mən dünyaya ürəyim bağlıdır, dünyadan ayrıla bilməyəm deyə mən ağlayıram. Yox, o mənayadır. Quranın ayələri mənim yadıma düşür, onlar mənim gözlərimi ağladır. Dedilər, hansı ayə indi yadıma düşdü və səni ağlatdı? Dedi, mən Məryəm surəsində 71 ilə 72-ci ayə mənim yadıma düşdü, o mənim gözlərimi ağladır. Və in minkum illa variduha kana ala rabbika hatman maqdiyya. Bütün insanlar Quranın ayəsidir. Məryəm surəsi 71, təəccüblü ayədir. Sən də təəccüb eləyəcəksən. O budur ki, deyir, bütün insanların hamısı cəhənnəmi görəcək, ya cəhənnəmə daxil olacaq. Sümmə nunəcci əlləzinəttəqəv və nəzəruz-zaliminə fiyhə cəsiyyə. Zalimlər qalacaq, amma möminləri, təqvalıları Allah cənnətə aparacaq.
Təəccüblü ayədir. Buyurur, hamısı girəcək ora. Amma heç birisin ot yandırmayacaq onların. Çünki otun içinə odunu yatarsan yanarda. Amma dəmiri qoysan yanmaz ki. Dəmir çoxaldıqca ot azalar. O şey ki otun ona təsiri yoxdur, ot onun daxilinə girə bilmir, onun xeyri yoxdur, ot onu yandıra bilməyəcək. Buyurur, möminlərə Allah icazə verməyib ki, ot möminləri yandırsın. Ona görə də möminlər daxil olanda otun içinə ot soğuyacaq. Necə İbrahimə soğudu, necə İbrahimin barəsində ot sərin oldu, möminlərin də barəsində o cür olacaq. Ki, qoy möminlər əvvəl bilsin ki, bu cəhənnəmdir, bilsin ki, fasıqlər bura gələcək, ondan sonra geçsinlər, cənnəti görsünlər, bilsinlər ki, Allah bunlara nə mənə mərhəmət eləyir. Qoy bilsinlər ki, hara apara bilərdi Allah, amma hara gətirib bunları imanlarının nəticəsində, Allaha səcdə eləməklərinin nəticəsində, buyurur, amma zalimlər, amma kafirlər, yox, onlar qalacaq orada. Deyir, Əbdullah ibn Rəvahə deyir, bax, bu ayə mənim gözlərimi ağladır. Birdən məni Allah oradan çıxartmasa neynərəm? Ondan sonra deyir, biz də dua elədik, dedik, Əbdullah, gedirsən inşallah, Allah səni salamət eləsin, sağ gedəsən, sağ gələsən bu müharibədən. Sonra deyir, Əbdullah, gözləri yaş, ağlıya-ağlıya 2 dənə dua elədi. Dedi, ilahi, 2 dənə səndən xahişim var. Biri budur ki, mənim günahlarımı bağışla. İkincisi də bu müharibə ki, məni Peyğəmbər göndərib, Mutə çölündə mənə şəhadət nəsib elə. Mənə şəhadət nəsib elə. Qoy mən İslam yolunda şəhid olum. Ondan sonra deyir, getdi, Allah ona nə istəmişdi, mərhəmət elədi. Mutə çölündə şəhadəti Allah ona mərhəmət elədi. Bunların ürəklərində Quran təsir qoyurdu. Peyğəmbərin ağzından çıxanda, Əli əleyhissalamın ağzından çıxırdı, təsir qoyurdu. Başqa-başqa möminlər, başqa-başqa ayələr, ayə gəldi. Ya eyyuhəl-ləzinə amənu, qu ənfusəkum və əhlikum nara. Ay möminlər, özünüzü də, ailözü də cəhənnəmin otundan saxlayın. Hədisdə var deyil, möminlərin biri oturdu, bu ayəni oxuyurdu, ağlayırdı. Peyğəmbərə xəbər verdilər, ya Rasulallah, belədir vəziyyət. Həzrət çağırdı onu, dedi, niyə ağlayırsan? Dedi, ya Rasulallah, özümü otdan saxlamağa gücüm çatmır. Mən ailənin də ağırlığı gəldi mənim boynuma. Mən onları necə otdan saxlayım? Həzrət buyurdu ki, narahat olma. Necə özüvə mərufi əmr eləyirsən, necə özüvə münkəri nəhy eləyirsən, yaxşı işləri özüvə məsləhət görürsən, əmr eləyirsən, pis işlərdən özünü çəkindirirsən, ailənin də barəsində o cür elə. Ailənin də barəsində onları mərufa dəvət elə, onları xeyr işlərə dəvət elə, onları pis işlərdən çəkindir, demən mənə nə var, özü bilər. Əgər sən ailənin barəsində bu vəzifəni elədin, onlara mərufi dedin və dəvət elədin və onları münkərdən çəkindirdin, onların barəsində sən borcunu əda eləyibsən. Allah səndən başqa şey istəmir. Amma eləyəsən, amma deyəsən, amma dəvət eləyəsən, təbliğ eləyəsən, başa salasan ailənin içərisində, əgər deməsən, onda bu ayə bəli sənin ayağı tutacaq. Əbdullah ibn Hənzələni ki bilirsiniz kim idi? Hənzələ ailə qurmuşdu, bir gecə öz ailəsi ilə bir yerdə oldu, sübh Peyğəmbərin əmri ilə getdi müharibəyə, toy elədi,
bir gecə öz yoldaşı ilə oldu, ondan sonra getdi müharibədə, şəhid oldu, hətta boynunda cənabət quslu var idi ki, cənabət quslu bu şəhid olandan sonra mələkələr cənnətdə buna quslu verdilər. Ona görə də Peyğəmbər bunun adını qoydu Qəsilul Mələikə. Yəni mələkələr quslu verən Hənzələ. Hənzələ, hansı Hənzələ? O ki mələkələr buna quslu verdi. Onun bir oğlu vardı, o bir gecə ailə qurmuşdu və yoldaşı ilə olmuşdu. Bu şəhid olandan sonra yoldaşı hamilə oldu və bu oğlan dünyaya gəldi. Müttəqi insanlardan biri oldu bu. Hədislərdə var, hər vaxt bu uşaq Quran oxuyanda cəhənnəm ayəsin oxuyanda otururdu, ağlayırdı. O qədr ağlayırdı, az qalırdı can ağzından çıxsın. Ondan sonra dururdu ayaq üstə, otura bilmirdi. Deyirdilər ki, Abdullah, niyə oturmursan? Deyirdi ki, otura bilmirəm. Mənim bu ayələr yadıma düşəndə ürəyimə qızışma gəlir, otura bilmirəm. Dururam ayaq üstə gəzirəm. Çünki iman var idi. Eşidirdi Peyğəmbərdən, eşidirdi Əli əleyhissalamdan. Quranın ayələrin təsir qoyurdu. Quran özü də təsir qoyurdu, oxuyanı da Əli əleyhissalamıdır. O da təsir qoyurdu. Ona görə də buyurur, bax, Quranın müfəssiri bulardı və bunlar Quran şinasıydılar və özləri də bilirdilər ki, tainki İbn Əbil Ovcanın barəsində İmam Sadiq əleyhissalam dedi ki, yox, siz bu işi eləyə bilməyəcəksiniz. Odur ki, tarixdə bu barədə çox zəhmət çəkiblər, amma nəticə ala bilməyiblər. Allah hamımızı inşallah Quran hidayəti ilə hidayət eləsin. Esselamu aləl Hüseyn və alə Ali ibn-i Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi ellerimizi naumid qaytarma. İlahi dualarımızı müstecab elə. İlahi hacetlerimizi reva elə. İlahi akıbetimizi xətm-i bixeyr elə. Ölenlerimizi qəriq rəhmət elə. İlahi özümüzü nəslən bə'də nəslimizi Qur'andan, əhl-i beytidən ayrı salma. Pərverdigara bizi Hüseynin ziyarətindən, ahirətdə şəfaətindən bi nəsib eləmə. Allah bizi bağışlamamış qəbr evinə aparma. Pərverdigara İslam və müsəlmanlara xidmət eləyənləri mənsur elə. Xiyanət eləyənləri zəlil elə. Ölən günə kimin ruziyə halal bi minnət mərhəmət elə. Pərverdigara izzətimizi əlimizdən alma. Pərverdigara bizi namaz qılmayanlardan eləmə. Allah hər kəsin hər hacət şər'isi var. İmam Hüseyn əleyhisselamın sarıban kəsən əlləri ilə bəravurdə bixeyr elə. Pərverdigara səni and veririk izzət və dualarımızı, ibadətlərimizi müstəcab elə, qəbul elə. Pərverdigara izzətün cəlalün xatirinə pərverdigara axir saətimizdə
İmam Hüseyin aleyhisselamın mübarek qədəmlərin başımızın üstündən əskic eləmə. Allah qəbrimizin əvvəl gecəsi nuru vilayət-i əmirul müminindən ayrı salma. Halis olan salamlarımızı İmam-ı zamanımıza çatdır cinan. Mübarek olan qəlbin hamılarımızdan razı elə. Həzrətin zuhurində təcil elə. Bihaqqi Muhammedin və alih ve بحق سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد